Salam, hörmətli izləyicilər. Taksi şirkətləri və ayna taksi sürücülərinin vətəndaşların hüquqlarını pozur. Ona görə ki, mən son zamanlara baxan taksi sürücüləri imtina edir, kartla ödəniş edən vətəndaşları qəbul etmir. Yəni xidmət göstərməyi. Bir tərəfdən onu qeyd edim ki, taksi sürücüləri haqlıdır. Burada taksikar mən hüquqşünas kimi deyən ki, taksi şirkətidir və aynadır. Hamısını qeyd edəcəyim nəyə görə? Birincisi şirkətdən başlayaq. Şirkət belə taksi sürücülərindən 20%, 25% pul alır. Amma heç bir xidmət göstərmir. Bir də göstərdiyi xidmət odur ki, belə vətəndaşa taksi sürücüsünə ünsiyyət saxlamağa ilk vasitədə kömək verir. Yəni belə deyək, taksi sürücüsünə müştəri verir. Bir də xidmət budur. Buna görə belə deyək, 20%, 25% pul alır. Maşın vermir. Taksi şirkətləri var verir, taksi şirkətləri var vermir. Söhbət gedir maşın verməyənlərdən. Hətta maşın verənlərdə də bayıra qeyd edirəm. Deməli, sən buna maşın vermirsən, sən buna xidmət göstərmirsən, 25% pul alacaq. Yaxşı, onun başa düşdü, indi vətəndaşdır, taksi sürücüsüdür, məcburluğundan razılaşır ki, təkcə müştəri olsun. Yaxşı, sən bundan belə deyək, aldın 25%. Və yaxşı, hansı haqla həmin sürücünün belə deyək, vətəndaş ödədiyi pulu alırsa, deyirsən ki, vətəndaşa mənə ödə, mənim sistemimə ödə, mən özüm sürücüyə ödəyəcəm. Niyə? Nəyə görə? Qanun vericidə də yazıb ki, xidmət göstərən şəxs, xidmət alan şəxsdən arasında birbaşa ödəniş olmalıdır. Sən vasitəçisən, yəni o vasitəçisi maq versə, kredi tapsa, sən nəyə görə pul almalısan? Sən nəyə görə taksi sürücülərini incitməlisən, vətəndaşları incitməlisən, nəyə görə də? Bu hansı əsasla? Yaxşı, deyərsən ki, mənə faiz verir ona görə. Onsuz da faizi sənə əvvəlin depozit kimi oturur hesaba. 100 manat, 50 manat gücü nəyə satılsa ödəniş edir, sən də onun müqabilində ona kredi versən. Niyə? Hörmətli sürücülər, sizə tövsiyə etmək istəyən bir neçə dənə. Birincisi, öz adınıza verim açın, öz kartınızı açın, qoy vətəndaşlar sizə ödəniş etsin. Bu sizin xeyrinizədir. Niyə səbəbini qeyd edim? Hörmətli izləyicilər. Birinci, öz kartınıza pul gəldiyi zaman, yəni verilən bitişik kartı pul gəldiyi zaman, verilən yəni əgər onun kartı pul gəldiyi zaman belə deyək də, sizin imkanınız var, bayından kredit götürəsiniz. Bəzi banklar taksi sürücülərinə kredit vermir ki, yəni rəsmi iş yerin yoxdur. Bu halda siz böyle işlədiyinizə görə kredit götürə bilərsiniz. Kreditlə də özünə pul götürə bilərsiniz, hansısa işinizi görə bilərsiniz və ya maşın ala bilərsiniz və ya ipoteka ev ala bilərsiniz. Mən bilirəm ki, taksi sürücülərinin əksəriyyətinin evi yoxdur. Nəzərə almaq lazımdır. Bu sizin xeyrinizədir. İkinci bir məsələ ondan ibarətdir ki, siz yəni vergi ödədiyinizə görə qocalanıb pensiya ala bilərsiniz. Nəzərə alın. Əsas məsələlərdən biri budur. Yəni ki, imkan vermir ki, taksi şirkətləri sizdən pul alsın. Bu tamamilə qanunsuzdur. Birbaşa özünüz vətəndaşdan alıb və üçüncüsü də ki, o deməli ki, sizin hesaba gələn pulu istənilən vaxtda çıxarda bilərsiniz. Heç bir problem yoxdur. Nəzərə alın. Baxın, bu yaxınlarda bir kişi var idi. Maşından uçmuş deyə vurmuşdu divara maşını, yadınıza gəlirsə. Hansı şirkət ona taksi şirkəti pul ödədi? Heç kim. Zamanı yığışdı deyənə görə 4 minə qədər pul yığıb, məsəl üçün, kömək edib. Niyə? Və bu şirkətlər niyə sizdən pul alır? Niyə əziyyət çəkirsiniz? Hüquqlarınızı tələb edin. Keçdi aynaya. Mən özüm 50 olan şəxsin 50 arabasındayam. Gedirəm mən belə deyək təşkilatlara, özüm hüquqşünas olduğuna görə sənəd işlərinə baxıram. Məsəl üçün belə bir şey deyim. Mənim öz başıma gəlib. 7 sayı Hasan xidmət var. Oraya yaxınlaşsa, deyir ki, maşının üzərində, orada əvvəlçinin yeri var saxlamağa. Deyir, maşının üzərində əvvəl arabası işarəsi yoxdursa, saxlamaq olmaz, cərimədir. Niyə? Mənim hüququm varsa, mən orada pulsuz saxlayım, niyə saxlamayım? Deyir, mütləq işarə olmalı ki, əvvəl maşınıdır. Və yaxşı, mən taksini çağıram, taksi gəlib mənə orada gözləyir.
Ben de evi olan şəxsəm. Mən neyniyim? Və yaxud mən bu A nöqtəsindən getdim B nöqtəsinə. Harda saxlamayım? Neynəməyəm? Niyə cəmi olmayam? Belə deyək də, taksi sürücüsü cəmi olmur. Mən cibimdə emblema gəzdirməyəm hər dəqiqə. Cibimdə emblema olmalı ki, maşın sürücülərinə verin ki, bunu qoy, mən maşındayam. Və yaxşı, orada nəzarətçilər var. Nəzarətçilər görmür ki, yəni ki, maşından düşən əlilliyi olan şəxsdir. Nə yaxşı tez yaxınlaşırlar ki, tez SMS vurub, yoxsa cərimə gələcək. Niyə? Niyə ayrı seçki eləmir? Kamera var, kamera baxırlar. Və bunu niyə nəzarət eləmirlər? İkincisi, mən oturmuşam idarədə, taksi sifariş edən taksi gəlir. Taksi nə bilsin ki, mən belə deyək, əliləm və yaxşı telefonda deyirəm. Gəldi orada saxladı. Qıraqdan baxanlar bilmir axı. Sən gəl nəzarətçisə. Gəl bir kağız yapışdır ki, burada bir əlil var, əlil maşını var. Eləmirsiniz. Niyə? Digər məsələ onun ibarətdir ki, istənilən taksi sürücüsü gəlirsə müştərini götürməyə, onun 5 dəqiqə 10 dəqiqə gözləməlidir. Gözləmirlər, gözləyə bilmirlər. Deyir, tez çıx, gedirəm, saxlaya bilmirəm maşını. Niyə? Və yaxud belə götürək. Avtobus yolları düzəltmişsiniz, ayna düzəldib. Mən deyən ki, taksi sürücüsünə mən A nöqtəsindən B nöqtəsinə aparır görə orada saxlamağa yer yoxdur. Nəyə görə mən düşüb 300 metrə, 400 metrə əlil arabasından təzədən qayıtmağını istədiyim yerə? Niyə? Pul ödəmişəm də mən pis çıxmasın. Niyə bu belə olmalıdır? Mən belə avtobusa minmirəm, samolyota minmirəm. Niyə belə əziyyət çəkməyəm? Ödəmişəm xidmətin keyfiyyətini görməliyəm də. Necə idarə təşkilatlarının qabağında əlil maşın saxlamağa yer qoymuşsa, taksi maşınlarını saxlamağa yer qoyun. Və orada vaxt qoyun ki, saxlaya biləm. Qabaq aparatlar var idi, yadınıza gəlirsə. Hörmətli icracı. Həmin aparatlarda düymə var idi, knopka var idi ki, əlil işarəsi. Orada maşının nömrəsini yazırdım və qeyd edildim ki, yəni əlil gəlib dayanıb. Amma indi onu da yığışdırırlar. Niyə? Və bu nəzarətçiyə niyə pul verirsiniz? Heç olmasa onun əlinə bir çek mi deyə, tavan mı deyə, nəsə verin ki, əlil maşını gəldi dayandı, yapışdırsın, heç olmasa ən azından. Bir də ki, taksilər üçün dediyim kimi yer düzəldin ki, gəldi vətəndaşı 5 dəqiqə, 10 dəqiqə gözləyə bilsin. Daha zəng gəlməsin ki, tez çıx. Mən maşından düşəndə, maşına minəndə də, belə deyək, vaxt aparır. Birinci mənim əlləşdirməlidir maşına. Sonra əlil arabasını qatlayıb qoymalı bağaz şişəsinə maşına. Bu hamısı vaxt aparan şeydir. Nəzərə alın. Hörmətli izləyicilər, sizdən də xahiş edirəm ki, sonunda videonu bəyənin, paylaşın, qoy hamı bilsin. Dəstək üçün də YouTube kanalına abunə olun. Qoy bunu hüquqlanan bütün şəxslər bilsinlər ki, taksi şirkətləri aldadır. Biz həmişə danışmışıq ki, taksi sürücülər belə, amma bunlar da insandır. Bunlar da maşına ayında pul verirlər, və ya kredit pulu verirlər, maşın xərab oldu düzəltdirirlər, benzin xərcləyirlər, hamısı belə xərcdir. Hörmətli izləyicilər, nəzərə alın. Paylaşın, qoyub bilsinlər. Öz hüquqlarını bilsinlər ki, birinci növbədə bunun aslında öz adlarına pul götürsünlər ki, yəni gələcəkdə kredit də götürə bilsinlər, qocalandı pensiya da ala bilsinlər, ipotekaya ev də ala bilsinlər, maşın da ala bilsinlər. Yoxsa şirkət buradan istifadə edir, aldadır bunları. Diqqətinizi görə sağ olun, abunə olmağı unutmayın. Sağ olun.